Hal-hazırda burada gördüyünüz ilk dəfə daxil olanda mətbəxdir. Mətbəxin də gözəlliyini özünüz görürsünüz. Və patologda da öz gözəl mənzərə və hər şey öz qaydasında. Və operatorumuzdan xahiş edir, bir dənə evin içinə daxil olmamış sanitar qovşaqla tanış edəcəm. Sanitar qovşaqda öz dəyizlərimiz budur. Baxa bilərsiniz. Və bu evimizin dəhlizidir. Və burada da gözəl bir gül ağacı var və operatorumuzdan xahiş edir, daxil olan ev mənzərimizin içinə. İlk öncə daxil olarkən burada zal yerləşir və zaldan sonra bir dənə yataq otağı burada yerləşir. Keç operatorumuzdan xahiş edir ki, çəkək. Yataq otağımızda hər şey stabil və gözəl bir zövqlə yığılmış. Və əziz izləyicilərimiz, sizi bu günlərin qonaq otağımızdan tanıtırdı. Bura qonaq otağıdır. Çox gözəl, akustik sistemlə yığılıb, ləzzətli bir adamdan hava yaranır. Bura girəndə özü istər-istəməz adamın bir ürəyi açılır, ürəyi bir rahat deyil. Həqiqətən bir rahatsızlıq verir adama. Məsləhət görərdim, bu evi əldən qaçırmayaq. Və əziz izləyicilərimiz, keçək. Burada bir dənə də əlavə yataq otağı var. Operatorumuz keçin. Əzizləyəcəm, mənzilimizlə tanış oldunuz və sizə məsləhət görürəm ki, bu mənzili əldən əsla qaçırmayasınız. Yəni, çox gözəl bir əl qabiliyyəti olub burada. Yəni, hər şey akustik sistem normal bir vəziyyətdə, sərgəli şəkildə düzəldilib. Allah sağlarına qismət edir. Kim asarla xeyrin versin. Yəni, məsləhət görürəm, bu mənzili əldən qaçırmayın. Qiyməti də razılaşma yoluna olacaq və evi almaq istəyən, mənzili almaq istəyən özünüz mənimlə əlaqə saxlayasınız. Əlaqə nömrəmiz ekranda olacaq. Hələlik, sağ olun.